Salam dostlar, hər birinizi PowerPoint-ün 13-cü dərsində xoş gördük. Bugün biz dərsimizdə Transition pəncərəsi ilə dərsimizə başlayacağıq. İlk növbədə Transition hissəsində nələr var, nələr yer alır və onlar nə işə yarayır, nə kimi hissələrdə, nə kimi yerlərdə istifadə olunur deyə başlayaq dərsimizə. İlk növbədə bunu mən biraz qurcaladım, onun üçün təzə bir prezentasiya açdıq və Transition hissəsinə gəldik. Burada mən bir neçə dənə prezentasiya etmək istəyirəm. Yəni, sadə bir prezentasiyalar çəkmək istəyirəm. Məsəl üçün, prezentasiyamız olsun Excel barədə. Bunu biraz balacalaşdıraq. Balacalaşdırdıq. Gətirdik, ikincə qoyduq. Və burada nə yazdıq? Burada yazaq. Bunlar yazdıq. Belə. İkinci prezentasiyamızı açdıq. Prezentasiyamıza başlıq yazdıq. Home menüsü dedik. Və necə eləyək, nə əlavə edək. Home menüsündə olan hissələrdən əlavə ediyorum. Baxaq, nələr əlavə edə bilərik deyə. Clipboard yazaq, font yazaq və alignment yazaq. Alignment yazdıq. Gördüğünüz kimi 2 dənə hissəmiz var. Yəni, bunlarda hər hansı dəyişikliklər etmək istəmirəm, qalsın belə. Transition hissəsinə gəldik. Deməli, dostlar, Transition hissəsi ilk növbədə slaydların dəyişdiyi zaman birindən digərinə keçidin yaranması üçün istifadə olunur. Transition to this slide. Yəni, bu slaydda keçid barədə danışırıq burada. Baxaq ki, bu slayddan, yəni bu slaydda eləməyək biz, bu çünki birinci slayddır, ikinci slaydda eləyək. İkinci slaydda, məsəl üçün, burada hansı bizim üçün xoşumuza gəlirsə, yəni onu seçəcək təbii ki. Hamısına bir baxmayasıyıq, hamısını siz özünüz yoxlayıb baxa bilərsiniz. Məsələn, random bars, mən bunu istəyirəm. Məsələn, baxın, bu birinci slayd, ikinci slaydı keçdiyimizdə bu formada açılır. Baxın, formada açılır. Birinci slaytda heç nə olmasını istəmirik, split yazaq. Belə olsun. İkinci slaytda necə açıldığını bildik. Baxın, bu slayda hər hansı bir transition uyguladığımızda, baxın, burada ulduz işarələri olur. Sonra transition hissəsini gördünüz dostlar, bunlardan yəni hansı baxırsınız, yoxlayırsınız, hansı sizə lazımdırsa onu əlavə edirsiniz. Effects optionlar var, vertical var və horizontal var. Yəni, bunları dəyişdirə bilərsiniz buradan. Vertical edə bilərsiniz, horizontal edə bilərsiniz. Burada nələr var? Sound var, duration var və apply to all var. Bunlar nə işə yarayır? Sound o işə yarayır ki, sizin slaydınız bu slayddan digər slayda keçən zaman burada hər hansı bir səs gəlsin. Məsələn, burada bomb dediyimizdə, məsəl üçün, burada siz səsi yəqin ki, özünüz eşitmirsiniz. Ancaq ikinci slayda keçəndə burada bir patlayış səs gəlir. Yəni, çox da böyük olmayan, yəni qısa bir patlayış səs gəlir. Bu vasitələ edə bilərsiniz və yaxud da bunlardan digərlərini hansı bir seçərək edə bilərsiniz. Duration nə işə yarayır? Duration bir slayddan digər slayda vaxtını təyin edir. 2 deyə, məsələn, 2 saniyə keçsin. Əvvəl 1 saniyə keçirdi, indi 2 saniyə keçir. Apply to all, yəni bütün slaydlara görə bunu qəbul et deməkdir. Digər isə nədir? Advanced slide var. On mouse click, yəni mouse click etdiyimizdə keçsin və burada after hissəsi var. Yəni mouse click etdiyimizdən sonra after 1 saniyə sonra keçsin. Yəni bu deməkdir. Ancaq after'ı qaldırdığımızda mouse'da bir dəfə tıkladığımızda keçməyi daha yaxşıdır. Belə dostlar, bu hissədən bu qədər. Növbəti hissə animation hissəsidir. Animation hissəsində nələr var dostlar?
Məsələn, home menüsü hissəsi var bizdə. Mən istəyirəm ki, home menüsü bu formada gəlsin. Home menüsündən sonra clipboard gəlsin. Formada. Clipboarddan sonra font gəlsin. Fontdan sonra alignment gəlsin. Və baxın, gördüyünüz kimi buradan prezentasiya deyək. Bunu biz 2 saniyə qoymuşuq. Home menüsü gəldi. Home menüsü sonra clipboard, font, alignment. Gördüyünüz kimi bu formada dostlar siz bunlara tətbiq edə bilərsiniz. Burada da gördüyünüz kimi 1, 2, 3, 4 yazılıb. Yəni bunların hər birinə hər hansı bir animation daxil olunub, hər hansı bir animation işlənib, yəni onun üzərində. Buradan istədiyiniz animation seçə bilərsiniz. More entrance effect, yəni daha çox giriş effektləri, more emphasis effect və more exit effect, more motion pass deyərək yəni burada olanların daha çox internet üzərindən yəqin ki, bura əlavə edə bilərsiniz dostlar. Effect options, məsələn, burada from to top deyək. Gördüyünüz kimi yuxarıdan düşür artıq burada. Və yaxud da belə desək, baxın bu formada gəlir. Və yaxud da belə desək, baxın bu formada gəlir. Yəni hər birinə müxtəlif formatlar daxil edə bilərsiniz. Add animation deyək. Buradan hər hansı bir animasiya bura daxil edə bilərik. Yəni bunları dəyişdirmək üçün istifadə olunur. Animation pane bu hissələr, yəni burada olan animationları buradan dəyişdirmək üçün istifadə olunur. Məsəl üçün bunu uzadaq. Yəni bunların vaxtını. Bunlar bunun gəlmə vaxtlarını uzatmaqdır dostlar. Play all dediyimizdə baxın. Gördüyünüz kimi hamısını uyğulayır bir-bir. Yəni hamısının gəlmə vaxtlarını biz uzatdıq burada. Yəni, dəyişdirə bilərsiniz buradan istədiyiniz kimi. Növbəti isə nədir? Triggerlardır. Click off title. Yəni bir dəfə kliklədiyimizdə bura gəlməyini üçün istifadə olunur. Baxın bir dənə görək necə oldu. Gördüyünüz kimi yavaş-yavaş. Bunların hamısının neynədir? Yoxa çıxartdım. Üzərinə kliklədiyimizdə bu hissə yeni açılır. Trigger dediyimizdə bunları bir-biri ilə birləşdirmiş olduq. Belə. Start on click, yəni klik edildiyimiz with previews, yəni bundan əvvəlki bitdiyi zaman başlasın və yaxud da after previews bitdikdən sonra başlasın. Yəni recorder animationlar var. Bunlar nə işə yaradığını bilmirəm, çünki mən heç istifadə etməmişəm recorder animationlar. Belə animation hissəsindən də qurtardıq dostlar. Deməli, bu gün nələrə baxdıq? Transition'a baxdıq, animation'a baxdıq. Nə işə yaradıqlarını öyrəndik. Animasiya verməyi, transition etməyi öyrəndik. Gələn dərsimizdə slideshow hissəsinə baxaraq, review, video yəqin ki, gələn dərsimizdə bitirməyə çalışaraq dostlar. Bugünkü dərsimizdən bu qədər. Dərsimiz sizin üçün yararlı oldusa, hissəni aşağıdan etməyi və mümkünsə paylaşmağı unutmayın. Gələcək testlərdən xəbərdar olmaq üçün bu hissədən kanalıma abunə olmağı və bu hissədəki videolara tanış olmağı unutmayın dostlar. Gələn dərsimizdə görüşərik. Sağ olun.